Android Studio yenidən yükləndi. Yenidən mən virtual cihazımı işə salıram. İndi virtual cihazımın yenidən işə düşməsini gözləyirəm. Cihaz açıldı. Görək bu dəfə xəta verəcəkmi hər hansısa bir. Başqa bir cihaz yaradaq. Məsələn, bunun ekranı çox böyükdür. B1 0900 yaradaq. Android 15 deyək. Mən bu telefonu var keçəndirək. Birinci emulatoru, digər emulatoru işə salaq. Yeni yüklədiyimi. Bu proses vaxt alacaq, ona görə bu hissələri tez keçəcəm. Virtual cihazımız açıldı. İndi gözləyək application'ın yüklənməyini. Cihazımız tam açıldı. Yəni application'ımız açılacaqmı? Aha, application'ımız açıldı, amma proqram atdı. Proqram niyə atdı? Buradan artıq biz xətaya baxmalıyıq. Hansısa hissədə xəta verildi. Hansı xəta oldu? Deməli, xətanı oxuyaq. Illegal state exception. Hansı şeydə? Burada. Deməli, proqramı işə salaq bir daha. Deməli, problemin nə olduğuna logcatdan baxaq. Bizə göstərdiyi problem illegal state exception errorudur. Yazılan xəta, hər bir xəta gələndə buradakı yazılan mesajı dəqiqliklə oxumalıyıq. Yəni burada çünki problemin nə olduğunu əslində logcat bizim üçün yazır. Yəni burada da yazır you need to use the app compact tema. Yəni mən bu problemin nə olduğunu tapmışam. Yəni bizə app compact tema istifadə eləməyimiz məcburi olduğunu göstərir. Demək, gəlir buradan Android manifest.xml fayılına bunu bağlayaq. Burada temada my calculator silib app compact yazırıq. Manifestlə işimiz bitdi. Sonra gəlirik buradan values faylından tms.xml faylını açırıq. Buradan da my calculator silib app compact deyirik. Bu qədər. Təzədən işə salırıq proqramımızı. Hal-hazırda artıq crash atmamalıdır. Yəni problem aradan qalxmalıdır. Burada dəyişmək yaddan çıxmışdı. Burada da app compact edirik. Artıq problem olmamalıdır. Problemsiz application'ımız işə düşməlidir. Application'ımız açıldı. Yəni problem app compactla bağlı idi. O problemi də aradan qaldırdıq. İndi yoxlayaq ki, yazdığımız kodlar ən azından əsas səviyyədə işləyirmi? Yəni yazı yaza bilirik, yəni rəqəmləri daxil edə bilirik. Silmə funksiyasını yazmamışıq, silməyə klik eləyəndə işləmir. Amma digər məsələlər, yəni rəqəmləri yaza bilirik. İndi bizə nə lazımdır ki, bu X butonuna klik eləyəndə sondan bir rəqəmi silsin. Baxlayaq emulatorumuzu. Deməli, həmən button ID-sini tapaq. BTN backspace. Bura val button backspace deyək. Bərabərdir. Bayağı idi button backspace. Sonra gələk button backspace son klik listinə deyirik.
Burada Gemini biz için özü yazdı. Bu kodu yazacağıq. Yəni drop last funksiyası var stringin. Bura bir yazıb. Yəni bir nəyə görə yazıb bura? Biz bura rəqəm daxil edəndə sondan bir bir simvolu siləcək. Biz o hər rəqəm daxil edəndə sondan birini silsin deyə o funksiyanı yəni bura bir daxil edib. Görə indi işləyəcəkmi? Məsəl üçün yazaq 855. Yəni 9 yazaq. Silə tıklayaq. Gördüyünüz kimi hər klik eləyəndə sondan biri silir. Yəni drop last sözündə mənası o deməkdir. Yəni sondan çıxar. Yəni siləcəyik. Sonda ücrəyi sıfırı da sildiyi üçün heç nə qalmır. Əslində biz elə eləməliyik ki, sonda yəni sıfır qalsın. Onun üçün də necə eləyə bilərik? Bunu biz gəlin belə boş qoymayaq. Bunu sıfır verək. Default. Təzədən işə salaq. Bir dənə də funksiya yazaq. Deməli, əgər input is empty olsa, boş olsa, inputu sıfır eləsin. Gemini özü elə biz üçün yazdı. Məsəl üçün yazaq belə bir ədəd. Gördüyünüz kimi sonda ücret sıfırı silmir. Çünki burada da sıfır ehtiyac yoxdur. Çünki burada biz kodla belə bir algoritm yazdıq ki, əgər input is boş olarsa, inputa sıfır mənimsətsin. Silik, amma axırda sıfır qalır. Yəni artıq sıfırı silmək olmur. Yəni belə funksiyamız işləyir. İndi nə baş verir? Axırda sıfır qaldığı üçün rəqəm yazanda sıfırın üstünə yazır. Biz elə eləməliyik ki, yazanda bu sıfır silinsin buradan. İndi gələk, belə eləyək. Deməli, rəqəm daxil etmə hadisəsi hansı harada baş verir? Burada baş verir. If burada klik eləyəndə əgər sıfırdırsa, boş eləməlidir. Yəni inputdan sıfırdırsa, klik olunan anda onu artıq təmizləməlidir. Əgər sıfır olarsa. Yəni, indi artıq nə olur? Problemsiz işləyir. Demək, klik hadisələrini düzəltmiş olduq. Növbəti dərsdə artıq burada hesablama əməliyyatını həyata keçirəcəyik.